Mən Ayxan İsmailov, Sumqayıt şəhərində anadan olmuşam və orta məktəbi Sumqayıtda bitirmişəm. 2023-cü ildə isə Azərbaycan Dillər Universiteti Beynəlxalq Münasibətlər Tədris İngiliscə ixtisasına daxil olmuşam. Növbəti sualım bu olacaq ki, ingilis dilində təhsil almağın üstünlükləri nələrdir və ingilis dilində təhsil almaq sizə hansı qapıları açır? İlk öncə onu bildirərdim ki, ingilis dili vərdişlərinin orta məktəb dövründə inkişaf elətdirilməsi tələbəyə artıq universitet dövründə böyük bir üstünlük verir. İndiki əmək bazarının şəraitini nəzərə alsaq, hal-hazırda ölkəmizdə ingilis dili bilmək tələbə tərəfindən mənim fikrimcə üstünlük deyil, minimum şərtlərdən biridir ki, əmək bazarında onun önünü açır, hətta prinsiplərdən biridir və universitetə daxil olarkən ingilis dilinin önəmini bir daha çox anlayırıq. Üstünlüklərdən biri də bu olur ki, normalda Azərbaycan sektorunda biz təhsil alarkən istifadə etdiyimiz materiallar daha çox tərcümələr olur və bu tərcümələr müxtəlif tərcüməçilər tərəfindən olur ki, hər birinin öz interpretasiyası, şərhi fərqlənə bilir digərindən. Ən böyük üstünlüklərdən biri onu deyə bilərəm ki, ingilis sektorunda təhsilin mənbəyə birbaşa çıxışınız var. Yəni siz hər hansısa bir Britannica ensiklopediyasına girib və ya Harvard, Oxfordun mənbələrinə girib oradan birbaşa həmin mənbəni götürüb oxuya bilərsiniz. Heç bir tərcüməyə də ehtiyac yoxdur və artıq onu özünüz interpretasiya və şərh edə bilərsiniz. Hər hansısa bir tərcüməçinin yox. Bundan əlavə olaraq şəbəkələşmədə beynəlxalq münasibətlərin çox önəmli rolu var. İngilis sektoru olduğunuz zaman daha çox xarici müəllimlərlə, həmçinin xarici tələbələrlə ünsiyyətə girmə ehtimalınız artır. Bildiyimiz kimi ingilis dili hazırda dünyadakı ən populyar beynəlxalq dildir və ingilis dili həqiqətən də şəbəkələşmə və multikultural dəyərlərin anlanılması, digər mədəniyyət üzvlərindən hər hansısa bir münasibətə və anlayışa girmənin də ən belə üstün cəhətlərindən biridir. Bəli, tamamilə razıyam sizinlə. Deməli, bir çox abituriyent ingilis bölməsini, daha doğrusu ixtisas seçimi zamanı ingilis bölməsi yazmaqda müəyyən çətinliklər çəkir. Onların belə deyək ki, gözü qorxur ki, ingilis dilində oxumaq çox çətindir. Onlar belə deyək ki, imtahanlar zamanı kəsiləcəklər. Bu kimi məsələlər olur. Siz bu haqqda nə fikir bildirərdiniz? Sizin üçün bu çətin idi, asan idi? Ümumiyyətcə ingilis dilində tədris almaq orta səviyyəli bir abituriyent üçün doğru seçimdir, yoxsa yanlış? İlk öncə bunu deyərdim ki, qorxular əsaslıdır. Yəni müəyyən bir əsas var. Çünki orta məktəb və universitet arasında ciddi bir fərq var təhsil prosesində və metodlar, həmçinin müəllimlər də arasında. Mən təbii ki, universitetə girmədən öncə abituriyentin öz ingilis dilini inkişaf elətdirməyinin tərəfdarıyam. Hal-hazırda bizdə təhsil sistemində belə bir düşüncə var ki, abituriyentlər universitetə giriş imtahanı, yəni Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanı zamanı ingilis dilindən imtahan verirlər və bu imtahan daha çox listening olsa belə qrammatik ağırlığı bir imtahan olur və abituriyentlər də repetitor yanına gedərkən daha çox qrammatikaya üstünlük verirlər və biraz da listeningə. Bu gətirib ona çıxarır ki, artıq universitet dövründə siz tələbə olarkən writing, yəni yazı, həmçinin də speaking, danışıq bacarıqlarına keçmiş abituriyent indiki tələbənin çox diqqət yetirməməyinə yol açır və məhz bu səbəbdən artıq tələbə olarkən universitetdə bir çox əziyyət çəkə bilərsiniz. Çünki müəllimlər artıq auditoriyaya girərkən ingilis sektorda, müəllimin özü də ingilis dilində təhsil alıb və tədris eləyəcək. Təbii ki, auditoriyada müəllimin də müəyyən gözləntiləri var ki, ingilis dilində danışacaqlar, yüksək səviyyəli bir qrup olacaq və bu gözləntilər təbii ki, qarşılana bilməyəndə o zaman müəllimlər biraz belə deyək məyus olurlar və həmçinin yüksək qiymətli olan, yaxşı ingilis dili biliyi olan tələbələr biraz daha çox aşağı səviyyəli tələbələri kölgələyir. Bu da qiymət fərqini universitetdə yol açır. Lakin mənim məsləhətim o olardı ki, heç bir şəkildə qorxmasınlar. Çünki dediyim kimi seçimlərini özü istədikləri kimi etsinlər. Bu onların gələcəyini təyin eləyəcək. İngilis sektorunda təhsil çətin ola bilər, amma mümkünsüz deyil. Hər bir şeyi müəyyən qədər bacarmaq və əziyyət qoymaqla etmək olar bu həyatda. Bəli, sizinlə tamamilə razıyam. Biz də abituriyentlər məsləhət görürük ki, yay tətillərində ingilis dili və eləcə də əlavə dillər öyrənsinlər. Çünki bunlar belə deyək ki, onların gələcək həyatına çox müsbət təsir göstərəcək. Deməli, biz bilmək istəyirik ki, Azərbaycan Dillər Universitetində sizin oxuduğunuz ixtisasla bağlı olan imtahanlar necə keçirilir? Ümumiyyətcə imtahanlarınız yazılı olur, şifahi olur, yoxsa test üsulu olur və proses necə olur? Beynəlxalq münasibətlər sahəsi ilk öncə bunu vurğulamaq istəyirəm ki, Azərbaycan Dillər Universitetində ingilis sektoru 4 il öncə açılıb. Hal-hazırda mən 3-cü kursam. Yəni daha çox pilot bir layihə kimi bunu ixtisasa yaxınlaşılır. Lakin imtahan sahəsində digər tələbə və ixtisaslardan xüsusi bir fərq və üstünlük qoyulmur. Bunu bildirmək istəyirəm. Əsas korpusda oxuduğum üçün öz müşahidələrimə görə deyirəm ki, əsas korpusda idman zalı, yekə bir otaqdır deyək, idman sahəsində. Orada basketbol, futbol oynanması üçün nəzərdə tutulub. Orada yanaşı, belə deyək, ixtisas tələbələri yanaşı sıra-sıra cərgə şəklində otuzdurularaq imtahan verirlər. Bura məsəl üçün Yaponiya üzrə regionşünaslıq tələbələri, onların sol sağında Türkiyə üzrə regionşünaslıq tələbələri, onların sonunda beynəlxalq münasibətlər ingilis sektoru
sırı bu sıralama şəklində otururlar və imtahan bileti yazılı şəkildə olur daha çox. Belə deyək, fənlərin bir çoxunda burada istisnalar var. Bunu vurğulamaq istəyirəm. Fənlərin daha çoxunda bizə 3 vərəq verilir və 3 vərəq ərzində hər birimizə fərqli olan 5 suallıq bilet verilir və biz o 5 sualı 3 vərəqə doldurmalıyıq, öz fikirlərimizi əhatə eləməliyik. Burada müəllimlərin belə deyək, diqqət imtahan prosesində vərəqin doldurulması yox, ixtisas belə deyək, fən boyunca müəllimin izah elədiyi fikirlər, PDF-də yer alan məlumatlar, ixtisasın belə deyək, məğzəni təşkil edən informasiyalar yer alır. Əgər onları biz yazmasaq, lakin vərəq yenə də belə deyək, kəmiyyət üstün olsa keyfiyyətdən, yenə də təəssüf ki, aşağı bal ala bilərik. Və burada dediyim bəzi istisnalar var. İstisnalar nədir? İngilis dili kimi imtahanlar, həmçinin fransız dili kimi beynəlxalq münasibətlərin ingilis sektorunda burada 2 mərhələyə bölünür artıq. Birinci bildiyimiz ənənəvi mərhələ. Ənənəvi mərhələ nədir? Yazılı bir şəkildə imtahan 2 hissəyə bölünür. Birinci hissəsi yazılı bir şəkildə imtahanı eləyirik. Burada söz boşluqları buraxır, onları yazmaq, mətn verilir, özümüzdən hər hansı bir esse qoymaq, mətnə uyğun olaraq ABC cavabları tapmaq. İkinci hissə odur ki, şifahi bir hissə. Yazılı imtahanı verəndən sonra artıq 1 saat ərzində və ya 30 dəqiqə içində qruplara müəyyən otaqlar verilir və müəllimlər verilir. Burada listening olur. Həmin listeningi biz artıq qulaq asırıq və ona uyğun ABC cavablarını yazırıq və ya birinci kursda biraz daha üsul fərqli idi. Mən universitetə girdiyim zaman necə idi? Artıq burada speaking üzrə biz imtahan verirdik. Müəllim bizim qarşımızda otururdu. 10 və ya 15 bir mövzu var idi və həmin mövzu üzrə bizi elə bir ki, müsahibə kimi, intervyu kimi danışdırırdı və yanında da nəzarətçi olurdu.